Dostlar, bəzi yoldaşlar var ki, biz onlarla söhbət edəndə, söhbətimiz əsnasında məlum olur ki, bunlar ateistdirlər. Son zamanlarda müşahidə edirik ki, cavanlar arasında ateizm bir qədər yayılıb. Sizcə bunun səbəbi nədir? Cəfər müəllim, bunun əsaslı bir səbəbləri var. Bunlara biz söhbət edib cavab verə bilərik. Amma əvvəl gəl baxaq, ateist düşüncəli yoldaşlara baxaq. Mən deyərdim ki, bunlar iki qismdir. Bir qismi sakit insanlardılar. Yəni, dindirməsən, bilməzsən ateistdir. İnanmır sadəcə olaraq. Amma nə aqressiya göstərir, nə digər dindarlara məsxərə eləyir. Sadəcə olaraq inanmır. Mən deyərdim ki, bunlar sadəcə olaraq həqiqəti tapmayıblar. Həqiqəti bunlara yetişməyib. Həqiqət yetişmədiyinə görə də deyir, mən ateistəm, mən inanmıram. Amma çox ümidim var mənim ki, bu cür insanlar sağlam fitrətlərini qorusalar, öz vicdanlarını korlamasalar və həmçinin bir qədər araşdırma aparsalar, Allah təbarək və Teala öz həqiqət nurunu onlara göstərəcək. Və hətta onlar haqqında belə deyərəm. Mənim də qarşıma çıxıb onlardan görmüşəm mən. Hətta onlar haqqında deyərəm ki, onlar tohidin yarısını artıq gəliblər. Özləri ateist desələr də, amma tohidin yarısını gəliblər. Bilirsən nə demək istəyirlər? Kəlmə-i teyyibə nədir? Tohidin ilk kəlməsi nədir? La ilahə illallah. Onlar artıq la ilahəni gəliblər. Yəni, heç bir ilah yoxdur. İndi qalıb onlar illallahı tapmağa, təsdiqi tapmağa axtarsalar, yəni həqiqət axtarışı ilə axtarsalar, ümid edirəm onlar inanclı olacaqlar. Özü də o cür insanların dinə inancı başqalarından daha fərqlidir. Bir uşaq da doğulub, elə deyirlər, mən müsəlmanam, atam müsəlmandır, mən də müsəlmanam, gəlib bu cür müsəlman olur, araşdırmadan gəlir. Amma o cür uşaqlar araşdıraraq gələndə doğrudan da gözəl, savadlı möminlər olurlar, savadlı insanlar olurlar. Onlar həqiqəti özləri tapmış insanlar olurlar. Mən onlara dua eləyirəm. Biz onlara dua etməliyik ki, Allah onlara hidayət eləsin, hidayət yollarını onlara göstərsin. Amma ikinci formalar da var. Kimlər də olar? Zahirdə onları heç ateist olduqlarını bilməzsən, heç ateist yəni də bəzən heç etiraf eləmirlər. Amma gəlir sosial şəbəkəyə, mediaya gəlir, yetişir, başlayır İslamı ələ salmağa, İslamı dəyərləri məsxərə eləməyə, qeyri-elmi yollarla tənqid eləməyə, bəzən təhqir eləməyə, möminlərə qarşı aqressiya və s. və s. Bunları da görürük biz. Bu yaxşı deyil. İnanmırsan, inanma. Lap yaxşı. İnanmırsansa inanma. Sənə heç kəs məcbur eləmir. Hər kəs öz inancında nədir? Azad. La ikraha fiddin. Amma inanmırsansa, niyə tənqid, təhqir, qərəz. Onlar hidayət olmayacaqlar. Onlara 100 dəlil gətirsən. Hətta Allah bağışlasın bizi bu sözümüzə görə. Hətta Allahı göstərsən belə inanmayacaqlar. Çünki onların inançsızlıqlarının başqa səbəbləri var. Mən o sualınıza inşallah azan yetişir. Azandan sonra mən cavab verərəm. Onların başqa səbəbləri var. Kök səbəblər var. Daxili səbəblər var onlarda. Elmi səbəblər deyil. Elmi səbəb o birincilərdədir. Allah onlara hidayət eləsin. Bizim onlarla heç bir problemimiz yoxdur və onların da bizimlə heç bir problemi yoxdur. Bu burslarla da problemimiz yoxdur. Sən heç ateisti, dinsizi, ələ salan bir mömin görmüsənmi? Çıxıb, inanmırsan, inanma. Amma bu ələ salan, bu tarix böcürünə olub. Peyğəmbər və peyğəmbərlər dövründə daim inansızları ələ salıblar, məsxərə eləyiblər, məcnun deyiblər peyğəmbərimizə.
dəli deyiblər, şair deyiblər, sehirbaz deyiblər. Amma bir yerdə Peyğəmbər əleyhissalamı görməsən ki, onlara qarşı bir məsxərə eləsin, bir lağ eləsin. Peyğəmbər sünnəsində bu yoxdur. Və bu nöqtəni də qoy sizə toxunum. Bax dostlar, bəzən inancların da içərisində bu var. Məsxərə eləmək. Biz müsəlmanıq. Bir-iki firqədən çıxmaq şərti ilə qalanları əlhamdülillah hamısı müsəlmandır. Əhl-i sünnə, əhl-i şiyyə, onların içərisində olan müsəlmanlar, insanlar, hamısı müsəlmandır. Bir-iki təriqətləri çıxırıq. Məsələn, nasiblər. Kimlərdir? Kimlərdir? Əhl-i beyti düşmən tutanlar, əhl-i beyti söyənlər. Söymə sözündən də əhl-i beyti söyənlər. İkinci qism. Əliyə Allah deyənlər. O da kafirdir, bu da kafirdir. O da İslam deyil, bu da İslam deyil. Əliyə Allah deyən də İslam deyil. Əlini təhqir edən, pis sözlər deyənlər də İslam deyil. Bu ikisindən başqa qalanları hamısı əlhamdülillah müsəlmandır. Yaxşı. Görərsən ki, əhl-i sünnə mənsublarının içərisində də, əhl-i şiyyə mənsublarının içərisində bir-birlərinə dini ayinlərinə, dini atributlarına, dini inanclarına, məzhəbi inanclarına məsxərə eləmək, tənqid, təhqir eləmək, tənqid yox, təhqir eləmək, qeyri-elmi yanaşmalar. İkisi də deyir, mən sünnədəyəm. İkisi də Peyğəmbərin sünnəsi ilə gedirəm. Düz deyilmi? İndi gəl baxaq, Peyğəmbərin sünnəsi ilə gedirsənsə, bircə dənə hədis gətir mənə ki, Peyğəmbər o cahil müşriklərə, bütpərəstlərin dinlərini ələ salırdı. Ayinlərini, adətlərini ələ salırdı. Hətta Allah Quran-ı Kərimdə buyurur ki, siz onların bütlərini söyməyin. Onlar da sizin Allahınızı söyər. Bu cürünə olan, istər şiə olsun, istər sünnə olsun, onlar ikisi də Peyğəmbər sünnəsindən çıxıb. Şiə qardaşımız öz məzhəbini təbliğ eləməkdə, tanıtdırmaqda, öz dinini tanıtdırmaqda azaddır, tolerantlıq var, başqasına toxunmamaq şərti ilə. Sünni müsəlman qardaşımız da öz məzhəbini, öz əqidəsini tanıtdırmaqda azaddır, başqalarının əqidəsinə toxunmamaq şərti ilə. Məzhəblərə toxundur, məzhəbini tanıtdır. Amma lağ eləmək, məhzəb eləmək, karikatura çəkmək, bəzi videolar çəkərək paylaşmaq, ələ salmaq, nə bilim, bu götürür onun sufizm bir adətinə musiqi qoyur, o götürür bunun bir məhsiyə, sinə vurmaq, bir ayinə rəb qoşur. Sünnəsənsə gəl Peyğəmbər sünnəsində, gəl baxa gör Peyğəmbər sünnəsində bu var ya yox. Heç yerdə tapmazsınız onu. İndi inşallah namazın vaxtı çatır, gündə batmaqdadır, əlhamdülillah. Namaza hazırlaşaq, namazı qılaq. Namazdan sonra ümid edirəm müəllim də gələr, yetişər Allah qoysa. Davam eləyərik.